Bəzən yatarkən yuxuda çox ağla sığmaz dərəcədə ağır şeylər görürsən. Və bunun ağrısını, acısını yuxuda belə olsa hiss edirsən. Yuxuda belə içindən keçir ki, kaşı bu gördüyüm yuxu olardı. Çünki o dərəcədə hiss edirsən o ağır acını. Bu acı həm mənəvi, həm də cismani ola bilər. Amma bir anlıq yuxudan oyanırsan ki, bu yuxu imiş. Sevincindən Allaha şükür edirsən. Şükür edirsən ki, Allahım, sənə şükürlər olsun ki, bu yuxu idi. Və bunun sevincini yaşayırsan və yaşamanla yanaşı bir anlıq düşünürsən ki, Subhanallah, mən bunu həyatda yaşasam nə olardı? Nə edərdim? Amma Allaha həmd olsun hər bir halda. Bu yuxusu belə ağır gələn, acı verən şeyləri biz həyatda yaşadıq. Və bunlar Rəbbimin izni ilə baş verdi. Tamam, ilk başları dəhşətli dərəcədə acı verir. Bu acı səni iç yanğısı ilə Rəbbinə götürür. Çünki onun izni ilə baş verəni ancaq o qaldırar səndən. Ənam surası 59-cu ayədə Allah buyurur: onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Bir yarpaq. Subhanallah. Bir yarpaq belə onun izni xəbəri olmadan düşmür. Əslində bu ayət çox şeyi, hətta çox şeyi yox, hər şey deyir. Yəni ağacdan bir yarpaq onun izni olmadan düşmürsə, sənin bu yaşadıkların, başına gələnlər onun xəbəri olmadan mı gəldi başına? Haşa. Allahdan quluna ancaq xeyir enir. Onun izni ilə başına nə gəlirsə, hətta acı belə olsa, bunu xeyir bil və Rəbbinə olan zənnini gözəl tut. Ona təslim ol. Çünki o sənin görmədiklərini görür, bilmədiklərini bilirdi. Və başına gələnlərə izin verdi ki, sən də həqiqəti görəsən və simasızların əsl simasını tanıyasan. Bilirsən, adamın acısına ən çox belədən nə təsəlli verir? Düşünürsən ki, nə yaxşı ki, axirət var. Nə yaxşı ki, Allahın huzurunda hesablaşmaq var. Yoxsa çətin və dayanılmaz olar həyat. Nə yaxşı ki, axirət var. Həqiqətən nə yaxşı ki, axirət var.